Buna bak, buna bak. Ben bıçağımla demeyeceğim. Bak, bak, elle. Buna bakın, buna bakın. Hem tutam seçme biraz çətindir, hem de işıq aksını tutmaq lazımdır. Şimdi böyle yaxşı çıxmır da özüm yapışdırdığımı yoxlamaq. Kimsə başqa bir adam olsaydı özüm yapışdırdığım işlərdən verərdim ki, buyur, əllə yox ha, bıçaqla, kəlbətinlə, laqon da ilə gironu dart. Elə material ağdı deyə hər dəfəsində qeyd edirəm, öz materialı ilə tikirik. Material ağdı deyə fikirləşiblər ki, bu ağ, bu da ağ. O misalları deyir, Keçəl Həsən, Həsən Keçəl. Deyirlər, eyni şeydir, yapışdır. Amma bu, yəni, sıxmamalı, bu, yəni. Buraya yapışıbsa, bu zədələnməməlidir. Biz bunu həmişə öz materialı ilə, rəng olaraq yox, xam mal olaraq öz materialı ilə işləyirik. Bu da görülən işdir, həm görüntü cəhətdən əyridir, gözdən görünür. Həm də buranı yapışdırıb, bərbad gününə qoyublar, rəngi eyni, xam malı fərqli olan materialla. Buna görə indi işimiz uzanır. Burada nə eləyiblər, özləri də bilməyiblər. Buna görə bu kantın da indi qaranlığı vaxtı yaxşı düşmür. Kantın da burada nə qədər düşürsə, oturuşunun zazor deyirik də. Zazoru burada qaçıb, yerinə oturur. Burada bunun qulağı var, gəlib keçmir yerinə. Axırda bu cür işlərə görə işimiz hər dəfə yubanır, uzanır. Sonra müştəriyə başa salmaq olmur. İşə baxıyor burada, işə baxıyor. Yəni, heç bir istedad bunu bacarmazdı, sən bacarmısan. Bu da bizim gördüyümüz işlər. Qısok hissə qeyd etdiyimiz kimi dəyişib. İş davam edir. Sonunda yenə paylaşacağıq. Özünüzə yaxşı baxın. İşlərinizi ustalara etibar edin.